Axşamınız xeyir, hörmətli qonaqlar. Studiyamıza xoş gəlmisiniz. İlkin müəllim sizdən başlamaq istərdim. Gəlin əvvəl İstanbul danışıqlarından və onun nəticələrindən danışaq. Birinci danışıqlar ümumiyyətlə dünyada belə bir təəssürat yaratmışdı ki, heç nə həll olunmadı, hər şey qaldı. İkinci danışıqlar barədə reaksiya deyəsən daha pozitivdir. Düzgün təəssüratdır yoxsa yox? Baxır kimə, Ukraynalılardan soruşsanız, yəqin ki, yox. Amma məsələn, Erdoğanın bəlkə Türk tərəfinin bir təşkilatçı, vasitəçi kimi yanaşması ümumən müsbətdir. Çünki birinci görüş cəhdindən, belə deyək, sonra ikinci görüşün alına biləcəyi, özü yenə də İstanbulda çoxları gözlənmirdi. Çünki Ukrayna tərəfi çox yüksək səviyyəli nümayəndə heyəti ilə gəlmişdi. Rusiya tərəfi isə Xarici İşlər Naziri falan da göndərməmişdi. Yəni prezidentin köməkçisi səviyyəsində təmsil olunurdu. Çox da önəmli bir köməkçi də deyildi. Amma indi də eyni səviyyədir. İndi də eyni səviyyədədir. Yalnız amma burada dəyişən yəqin ki, güman ki, o oldu ki, bax o siz dediyiniz o hücum, yəni onsuz da indi çoxları belə yozur ki, müsbət yozanların əsas argumenti budur ki, belə bir hücumdan sonra Rusiyaya görüşə gəlibsə, bunun özü çox müsbət bir irəliləyişdir. Çünki belə gəlməyə də bilərdi. Çünki çox ağır zərbə dəydi Rusiyaya. Onun yəqin ki, hərbi ekspertləri haqqında yəqin ki, sonra həmkarlar danışar. Amma prinsip etibarilə bəlkə də çoxları gözlənmirdi ki, belə bir hücumdan sonra Rusiya nümayəndə heyəti ilə gələ. Amma hansı şərtlərlə gəlməyini də nəzərə alsa, Rusiya ora heç də sülh üçün gəlməmişdi. Rusiya bundan əvvəl dəfələrlə şifahi şərtləndirdiyi şərtləri bu dəfə sadəcə yazılı gətirib təqdim edib ki, bu da aydın məsələdir. Ukraynanı hətta bir qədər də artırıb. Bu da Ukraynanı əlbəttə ki, qane edə bilməzdi. Müsbət sayıla biləcək əlbəttə ki, sırf humanitar tərəfidir onun. Yaralıları, əsirlərin mübadiləsi, o cümlədən cəsədlərin mübadiləsi. O sülh deməli danışıqlarının əslində bir parçası deyil. Elə müharibə gedə-gedə də tərəflər, o cümlədən çox da ali komandanlıq səviyyəsində deyil, səhrada orada yerində vuruşan hissələrin komandanlıq səviyyəsində də yaralıların, əsirlərin və yaxud cəsədlərin mübadiləsini həll edə bilərdi. Beynəlxalq humanitar hüquqda onun qaydaları var. Ekiməm, biz indi danışırıq Rusiya-Ukrayna. Adətən bilirik ki, danışıqlarda iki tərəfi bir masaya gəlib oturanda hər ikisindən hansısa kompromis tələb olunur. Rusiya kompromisə razı deyil, hamı burada söylədi. Elə tutduğun tutub ki, 4 vilayət mənimdir. Ukrayna silah saxlaya bilməz, başqa ölkələrdən silahlı kontingentlər gətirə bilməz, NATO üzvü ola bilməz, neytral olmalıdır, prezident seçkiləri keçirilməlidir. Yəni maksimalist şərtlərdir. Hətta mənə qarşı sanksiyaları da ləğv etməlisən, öhdəlik götürməlisən ki, gələcəkdə də sanksiya tətbiq edilməyəcək. Ukraynanın da şərtləri sadə deyil. Heç nə tanımıram. Heç nə ilə razı deyiləm və Rusiya geri çəkilməlidir, belə olmalıdır, belə olmalıdır. Onda belə çıxır ki, haradasa Trump da haqlıdır da, nə vaxt deyir ki, Zelenski bir cür tərsdir, indi mən Trumpın ifadələrindən istifadə eləmirəm, daha sərtdir. Zelenski bir cür tərsdir, Putin başqa cür tərsdir və bunları bir araya gətirməyə alınmır. Yox, indi Ukrayna, əslində Ukraynadan kompromis gözləmək məncə biraz haqsızlıq olardı. Çünki Ukraynanın ərazisi işğal olunub. Yox, mən sırf vasitəçi olaraq Ukrayna kompromisi gedib baxın. Ukrayna, yox, indi sualın qoyuluşu belə idi ki, Ukrayna qoyulmaq istəmir. Ateşkəs üçün razıdır. Sülh şərtləri, yox, ateşkəslə aydındır. Sülh şərtlərindən söhbət gedir. Ukraynanın nədən məsələn kompromis gedə bilər? Ərazisindən imtina edəsi deyil, aydın məsələdir. Təslimçi sülh şərtlərini qəbul edəsi deyil. Yeganə olsa, o da hələ ki gözlənilmir onlardan. Çünki mən elə bu yaxınlarda elə Brüsseldə də Ukrayna deputatlarına görüşəndə gördüm, onlar o havada deyirlər. Neytral statusdan da razı deyirlər. Deyirlər ki, yox, biz Avropa Birliyinə artıq namizədik gedəcəyik. NATO onsuz da hələ ki o çox uzaq perspektivdir. Silahlı qüvvələrin, deməli, canlı qüvvəsinin və silah növlərinin məhdudlaşdırılması ilə də razı deyirlər. Deyirlər ki, biz Bakıda haradasa haqlıdırlar. Çünki müharibəni uduzmayıblar. Yəni, kapitulyasiya faktı yoxdur. Olub tarixdə belə şey. Məsələn, Almaniya bu günə qədər Almaniyanın silahlı qüvvələri Vaşinqtonla razılaşdırılmış şəkildə formalaşdırır. Hansı silahla, hansı həcmdə,
hansı texnologiyalar, Çünki 2-ci Dünya müharibəsində canlı qüvvə nə qədər ola bilər, hətta hərbi rütbələrin hamısı bunlar bugünə qədər keçərlidir. Yaponiyada da elədir. Yaponiya yalnız indi Çin orada yüksəlir deyə Amerika Yaponiyaya nisbətən Trump'ın birinci dönəmində icazə verdi. Hətta onlar indi yavaş-yavaş artıq hərbi kəşfiyyatı yox idi, qadağan idi Yaponlara hərbi kəşfiyyatla məşğul olmağa. Hərbi dəniz donanması. Qruba hərbi donanmasını inkişaf elətdirirlər. Raket texnologiyalar, bütün bunlar Yaponiyaya qadağan idi. Amma o gəlirsən, oturursan, paytaxtında oturursan, hökumətini devirsən, denifikasiya nəsə eləyirsən, ondan sonra ona o şərtləri qoyursan. Nə qədər ki, Rusiya indi, düz Ukraynada onsuz da böyük dövlətdir, ərazisinə görə. O 4-5 vilayəti tutmaqla Ukraynanı o şərtlər altına gətirə bilməyəcək. O görə həqiqətən də Kiyevə girə, orada əvvəl bəyan etdiyi kimi hökuməti devirə, özünün istədiyi adamları gətirə, daha uzun müddətdə qala, amma o potensialı da yoxdur. Çünki Rusiyanın qurucu gücü yoxdur. Mən bunu çox yerdə deyirəm, nə deməkdir qurucu gücü? O, savaşda qalib gəlməklə deyil. Sən əgər mədəni üstünlüyün yoxdursa, elmi, təhsil, iqtisadi, çünki onun arxasınca nə gəlsin ki, əhali sənin qələbəndə hansısa iqtisadi, siyasi fürsətlər və yaxud mədəni inkişaf imkanları görə bilsin. Rusiyanın bir zamanlar SSR-də falan da Bolşevik Rusiyasının məsələn belə bir gücü var idi. İndiki Rusiyanın heç bir sahədə qurucu gücü yoxdur. Ona görə niyə kimsə Rusiyanın şərtlərini qəbul etsin ki? Mən o baxımdan Ukraynalılara haqq qazandıram. Düzdür, onlar indi böyük itkilərlə üzləşirlər, canlı qüvvədə, əhali arasında da. Amma bununla belə Ukraynalıların davranışını mən tərslik adlandırmazdım. Onlar öz vətənlərini qoruyurlar, öz haqlı ərazisini qaytarmaq istəyirlər, öz qanuni sərhədlərinə çıxmaq istəyirlər, öz suverenliyini və müstəqilliyini qorumaq üçün. Çünki niyə biz Rusiyaya təcavüzkar adlandırırıq? Axı hər bir müharibə, heç də başqa dövlətin ərazisinə hər bir hərbi hücum təcavüzkar müharibə sayılmır. Onun anlayışı var hüquqda. Təcavüzkar müharibə o müharibədir ki, yəni bir dövlətin başqa dövlətə qarşı güc tətbiq edir ki, yaxud güc, orada 3 əsas meyar var. Bir, bu güc tətbiqi dövlətin suverenliyinə yönəlsin, siyasi müstəqilliyinə yönəlsin, ya da ərazi bütövlüyünə yönəlsin. Üçündən biri. Məsələn, Ermənistanın bizə olan niyə təcavüzkar? Çünki ərazi bütövlüyümüzə qarşı yönəlmişdi. Suverenliyimizə və siyasi müstəqilliyimizə təhlükə yarada biləcək gücdə deyildi Ermənistan. Amma ərazi bütövlüyümüzə qarşı əməlli başlı təcavüzkarlıq. Amma Rusiya üçünə də iddialıdır. Rusiya deyir ki, həm ərazimi tutacağım, həm hökumətimi dəyişəcəm, həm də NATO-ya getməyəcəksin. Yəni, bu baxımdan bütün o full paket necədir, bütün əlamətləri var ki, Rusiyanın o müharibəsinin təcavüzkar müharibə olmaz. Bu şərtlər altında Ukraynanın danışıqlarda və döyüş meydanında davranışını mən tərslik adlandırmazdım. Elkiməm, bu yay sırf hərbi baxımdan həm Rusiya üçün, həm Ukrayna üçün həlledici olacaq. Ya Rusiya belə geniş miqyaslı hücuma keçəcək, cəbhə xəttini yaracaq, kifayət qədər yeni ərazilər tutacaq və Ukraynanı Fərhad mənim dediyi kimi sülhə, kapitulyasiyaya, yaxın sülhə məcbur eləyəcək, ya da alınmayacaq, ciddi itkilər olacaq. İlxan mənim dediyi kimi Rusiyanın daxilində müəyyən problemlər yaranacaq və artıq fərqli Rusiya və fərqli Ukrayna masa arxasında oturacaq. Yəni bunun alternativi yoxdur. Mən düşünmürəm ki, bu yay həll edicidir. Mən burada artıq deyildi, dəfələrlə də deyilib ki, mən düşünürəm ki, müharibə daha uzun zaman alacaq. Yayda ala bilsin, həqiqətən də Rusiya daha çox, buradan İlxan bəylə razıyam, çalışacaq hücuma keçsin. Amma o boyda ərazini tutmaq üçün, bilirsiniz, göydə də, dənizdə də çox üstünlüklər əldə etmək olar. Amma yekunda yerdə həll olunur məsələ. Əskəri güc, canlı güc. Və burada mən yenə də İlxan bəylə razıyam ki, o hansı canlı gücün hesabına Rusiya, biz miqyası düşünün, görün neçə böyük bir ərazidir, hamısı da dümdüz çöl, böyük çay keçir oradan. O hələ 2-ci Dünya müharibəsində də böyük itkilərlə özləşmişdi. Rusiya həm Kiyevi müdafiə eləyəndə, orada milyon yarım əskər öldü.
həm də azad Kiyevi eləyəndə. təzədən azad edəndə. Yox, Xarkov Bir tək əməliyyatı. Xarkov əməliyyatı. Tamam, özü Xarkovu aldı, sonra itirdi, sonra yenə aldı. 43-cü ildə 2 milyon Yəni insanla. özdəki o 2 milyon. miqyasda. Keçən il isə, O miqyasda, keçən il isə hə. Ekim müəllim, Bəli. 30 min nəfər adamı yollayıb Xarkovu işğal etməyə. Yox, Hamısı da əlbəttə ki, bu öldü. ciddi bir şey deyil. Ona görə o canlı qüvvəni, o səfərbərliyi o edə bilməyəcək. Ya gəlir Rusiyanın mərkəzi vilayətlərindən, o cümlədən Moskvadan Peterburq və rusların özlərini cəlb eləyə. O da ki, bilirsiniz, mən əlbəttə ki, ruslar da çox vuruşqan xalqdır və dəfələrlə tarixində göstəriblər ki, ən çətin şərtlər altında qələbə əldə edə bilir. Amma Vuruşqan bu o deyil, müharibə dözümlüdür. deyil. Bu o müharibə deyil. Axı. Dözümlüdür. Rusiyaya hücum olunmayıb axı. Bir var Rusiyaya hücum olunar, ruslar da öz vətənini müdafiəsinə qalxar. Təbliğat Bu tamam başqa başqa bir gedir. dövlətin üzərinə gedir və ruslar da deyir ki, biz ora nəyə gedirik, nə üçün ölürük biz? Təbliğat başqa daxı deyir, bizə hücumun biz sadəcə qarşısını Yox, alırıq. o dediyim kimi, o təbliğat işləmir də. O təbliğat indiki dönəmdə neçə nəfər, nə qədər adam aldatmaq olar ki, yəni bu artıq o Rus cür cəmiyyətini işləmir. allada bildirər də. Ekim abi, eyni zamanda deyirsiniz ki, işləmir. Nə Amma- qədər etiraz aksiyası görmüşük Rusiyada? Yox, etiraz aksiyasını gözləməyin. Etiraz aksiyası deyil. Hakimiyyət özü anlayır ki, edə bilmir bunu. O etiraz aksiyasına heç çatdırmayacaq onu. Çünki təkrar edirəm, o canlı qüvvə, bir də ki, nə olsun, canlı qüvvəni yığmaqla deyil, hamısı hazırlıqsızdır. Nizami ordusu belə hazırsız idi. Onların generalları hazırsız idi. Nə qədər korrupsiya skandalları oldu, mülki şəxslər təyin olundu, gömrükdən yaxud vergidən gətirib orada müdafiə naziri təyin edilənlər. Rusiya daha yaxşı vuruşmağı müharibə gedə-gedə öyrəndi. Bütün onların ali zabitləri, orta zabit deməli şeylər hamısı bu korrupsiyanın hesabına rütbə salınanlardır. Və o əməliyyat da göstərdi ki, o tırlar gedib ora necə çıxıb? Əminəm ki, inanıram ki, ola polisə zada rüşvət verə gedib çıxıblar. Yəni ki, bu korrupsiya da bir yandan, yəni bunu da qaçırmayaq. Hə, Ukraynada da var deyəcəksiniz, amma indi Ukrayna ən azından orada öz ərazisini müdafiə edir deyə oradakı korrupsiyanın təsiri biraz başqa. Korrupsiyana bir dənə sözümüzə əlavə Bəli, edirəm, buyurun. kiçik bir haşiyə. Şamil Basayev Budyonov hücum Hə, eləyəndə orada da onun bir rüşvət açıqlaması verərək- var ki, polisə rüşvət verərək rüşvət gəlib çıxmışlar əslində, yəni daha Moskvaya qədər getmir. Dedi, artıq polis məndən o qədər çox rüşvət elədi, pulumuz qalmadı. Amma Budyonovsk o rüşvət verə-verə Budyonovska qədər gəlib Bəli, çıxdılar. bütün bax indi mən bu nə oldu? Bunların bu nə idi o ən müasir tankları ən son? Armata. Armata. Hani Yoxdur, cəbhədə yoxdur. Hani bunların ən müasir Rusiya-Ukrayna cəbhəsində ümumiyyətlə tank. Yox, heç birinci gündə Gör, yox. Abrams Birinci var idi. gündə bunların yox idi. o təbliğat deyirsiniz, bütün bunların o bax indi buradakı kimi infografika ilə yaxud multfilm şəklində göstərdikləri texnologiyalar döyüş şəraitində özünü doğrultmadı. İrandan, Şimali Koreyadan filandan silah ala biləcək həddə gəlib çatdı. Ona görə mən açığı Rusiyadan belə böyük miqyaslı, iri canlı qüvvənə hücum etməyini gözləmirəm. Olarsa böyük itkilərə səbəb, çünki Ukraynada orada istehkamlar da qurub, minalar da yerləşdirib, artıq müdafiə silahları da ən azından müdafiə üçün, hücum üçün ola bilsin yetərli deyil, müdafiə üçüncə yetərlidir silahları, ruh da var filan. Amma göydə, dənizdə yeri gəlmişkən Qaradəniz limanı yoxdur. Qaradəniz hələ indi biz təyyarələrdən danışırıq, amma Qaradənizdəki Rusiyanın bütün o iri gəmiləri, Qaradəniz donanması hamısını yox eləyir. yer gəlmişlər, o da Ukraynanın tətbiq etdiyi dron texnologiyaları. Bəli, elədir. Qaradəniz hərbi donanması oldu Azov dənizi. Hərbi donanması. Ona görə hər şey yerdə, Türkiyə üçün hər şey faydası da yerdə var. Türkiyənin rolu. canlı əskəri güc hesabında. Gələcəksən o şəhəri tutacaqsan. Fərhad müəllim, siz də O da yoxdur Rusiyada o potensial. Sizdə